Uşaqlıqdan bəri atam və anamın arasında olan mübahisələrlə böyümüşəm. Mən balaca olanda atam həbsə düşdü, 5 ildən sonra çıxdı. O vaxta qədər hər şey yaxşı olmağına baxmayaraq, həbsdən çıxandan sonra hər şey pisə doğru getməyə başladı. Anama əl qaldırırdı, mübahisələr bitmirdi. Çox adam uşaqlığına qayıtmaq istəyir, amma mənim uşaqlığım yaxşı keçməyib deyə istəmərəm qayıdam. 18 yaşım olanda bir oğlan sevdim, ata tərəfdən qohumumuz idi. Anası bizə gəlib gedib ümid verirdi. Biz də elə bilirdik ki, onların da ürəyi var bu işə. O qədər ümiddən sonra bu iş alınmadı. Sən demə oğlan məni istəmirmiş. Sadəcə anası onlara verdiyimiz paylara görə belə edirmiş. Biraz daha bir şeylər qoparda bilsin. Çox pis olmuşdum. Həmin vaxtda bir oğlan mənə yazmağa başladı. Elçi göndərdi 3 dəfə, amma mən yox dedim, razı deyil idim. Həm görünüşünə görə, həm də aramızda çox yaş fərqi var idi. İstəmədiyimi deməyimə rəğmən yenə də məndən əl çəkmirdi. Yavaş-yavaş ona öyrəşməyə başladım. Atam da razı deyil idi. Evin axırıncı oğluna qız vermərəm deyirdi. Elə oldu ki, öyrəşdim ona, ayrıla bilmədim, hə dedim. Ona qarşı sevgim yox idi, amma nişanlandıqdan sonra dünyam dəyişdi. Həyatımda ilk dəfə biri məni bu qədər xoşbəxt etdi. Məni itirməkdən qorxur, getməyimi istəmirdi. Onunla evləndim, amma bizim evdə dava qırğın bitmirdi. Anam mənim rahatçılığım üçün atamın onların başına gətirdiyi oyunları demirdi. Bir müddətdən sonra qızım dünyaya gəldi. Yenə atamın anama əl qaldırdığını eşitdim. Atama zəng edib bir də anama əl qaldırsam mənim və qızımın üzünü görməyəcəksən dedim. O vaxtdan bəri atam mənimlə danışmır, evimizə də gəlmir. Anamı qardaşımı saymır, bütün həyatımızı məhv edir. Qaynatam o qədər gözəl insandır ki, əməliyyat olunub. Atam mənim yerim pis olsun deyə onlar da saymır. Həyat yoldaşım mən incinməyim, qırılmayım deyə mənim yanımda atamdan danışmır. Çünki atam anısı belə eşidəndə mənə toxunur. Deyirlər atanın kölgəsi adama bəs edirmiş. Yalandır, mən atamın kölgəsini üzərimdə hiss etmirəm. Belə atadansa heç olmamağı məsləhətdir məncə.